Heç bir günahı küçümsəməyin. Heç bir günahı küçümsəməyin. Allah Azze ve Celle deməyin ki, sadəcə və sadəcə rəhmətlidir, rəhməti böyükdür. Çünki Allah Azze ve Celle buyurur, İnnə əzəbi şədid. Əzabım da şiddətlidir. Sələflərdən biri deyir ki, sən etdiyin günahın kiçikliyinə baxma. Kimə asi olursan, onun böyüklüyünə bax. Ömer ibn Xattab radiyallahu anhudan günahlar hakkında soruşanda deyir ki, La tehqiranna sagiratan innel cibale minel hasa. Günahları küçümsemeyin. Gördüğünüz uca dağlar küçük kumlardan ibarettir. Bugün bu günaha göz yumacaksan, sabah o günaha göz yumacaksan, o günaha göz yumacaksan ve bil ki her ettiğin günah senin kalbin mühürlenmesine sebep olur. Kalbin qaralmasına, lekelenmesine, kalbinde olan Allah sevgisinin azalmasına sebep olur. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, sizden biriniz bir günah ettikte kalbine qara nöqtə düşür. İki günah ettikte iki qara nöqtə düşür. Bu düşen nöqtələri tövbeyle yuyun. İstiğfarla yuyun. Temizleyin. Çünkü kalbe qara nöqtə düşməkdə, kalbde davamlı olarsa, kalbde çoxalarsa, sabah bütün kalb mühürlenmesiyle iptila olunursa. Sələflərdən biri deyir ki, eğer kalbin mühürlenip mühürlenmediğini bilmek istiyorsansa, bazı əlamətlərə fikir ver günə. İnsanın kalbi mühürləndirsə, salih əməllərdən məhrum olur. Salih insanlarla oturup durmaktan məhrum olur. Faydalı elm öğrenir, ixlastan məhrum olur. Və nəsihətlər olunur, qəlbi təsirlənir. Təsirlənə bilirsən. Günahları küçümsəməyin, qardaşlar. Günahların en büyük təsiri insana, günahkar insanın en büyük təsiri Rabbimiz Azza ve Celle günahkar insanın qəlbinə vəhşət verir. Sıkıntı verir. Kədər verir, qəm verir. Günahın en büyük təsiri budur ki, malın, pulun, her şeyin olsa da qəlb rahatlığı tapa bilmirsən. İnsanların içinde gülürsən, ama dadını görmürsən. Yeyirsən, ləzzətini almırsan. Yatırsan, ama istirahat edə bilmirsən. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur. Men a'rada an zikri fe inne lehu me'işeten danka ve nehşuruhu yevmel kıyameti a'ma. Kale Rabbi lima haşartani a'ma ve kad kuntu basira. Kale kezalike atetke ayatuna fenesiteha ve kezalike liyevme tunsa. Kim bizi hatırlamaktan, bizi yad etmekten yüz çevirerse, biz ona sıkıcı hayat verelim. Tefsir alimleri deyir ki, yani kim asilik eləyərsə, kim Allah'tan yüz çevirerek günahlara yol vererse, Allah Azze ve Celle deyir ki, biz ona sıkıcı hayat verelim. Ve kıyamet günü onu kör olarak həşr eləyərik. Ve diyer ki, ya Rabbi, ben dünyada görürdüm axı. Allah Azze ve Celle diyecek ki, seni görürdün ama benim nazil ettiğim ayeleri görmürdün. Ayelere karşı kör olduğuna göre bugün seni biz kör olarak həşr eləyik. Rabbimiz Azza ve Celle demir ki, kim zikrimden yüz çevirerse ona pul vermeyeceğim, mal vermeyeceğim, zövce vermeyeceğim, evlat vermeyeceğim demir. Rabbimiz Azza ve Celle mümine de, kafire de, fasika da, takva ehline de, münafika da, mümine de Allah Azze ve Celle dünyanı verir, mal, pul, arvat, oğul, uşaq. Ama asilere, qeyri-müsəlmanlara qəbr rahatlığını verir. Qəbr rahatlığını verir. Qərbdə belə bir soruşturma aparırlar. Bir gənc oğlanı tuturlar yoldan. 25-30 yaş aralarında. Ayak üstə dura bilmir. Sərxoşdur. Sual verirlər ki, niye beləsən? Deyir, xoşbəxtlik axtardım. Çünkü sərxoş olmayanda düşünceler, kədər, qəm məni öldürür. Ağlayıb çaşmağını istəyirəm ki, hətta hiss eləməyəm. Malı var, pulu var.
İçkidə axtarır xoşbəxtliyi, sigaretdə axtarır xoşbəxtliyi, diskotekalarda oynamaqda axtarır xoşbəxtliyi, uyuşturucu maddələrini işlətməkdə axtarır xoşbəxtliyi. Çünki bu fikir, bu qəlb rahatlanmır. Nə olursa olsun, o xoşbəxtliyi əldə etmək üçün əl atır. Sual işarəsi, tapa bilirmi? Tapa bilmir. Çünki Rabbimiz Azza və Cəllə vermir insana xoşbəxtliyi, asi insanlara vermir. Ona görə qardaşım, asi olmayın. Qəlbində vəhşət olacaq. Qəlbində sərtlik olacaq. Baxın, hətta insan o qədər asi ola bilər ki, bunun asiliyinin özü ailədə sıxıntıların və bədbəxtliyinə səbəb olacaq. Bəzi insanlar var, yaxınlaşıb sual verirlər ki, qardaşım, mən çölə çıxanda, yolda gəzirəm, qonşuya gedirəm, xasiyyətim yerindədir, moralim yerindədir, həvəsim yaxşıdır, evə girəndə zövkəmi görmək istəmirəm. Bilirsiniz səbəbi niyə? Çünki asisən. Çünki günahkarsan. Çünki Allah Azza və Cəllə qəlbimə vəhşət verib tövbə etməyi düşündüyünə. Başqa yolu yoxdur. Başqa yolu yoxdur. Rabbim Azza və Cəllə səni cəzalandırır asiliyimə görə. Sığınacaq yerində rahatlıq sənə vermir. Ona görə tövbə elə. Yaxşı insan ol, əmin ol ki, sənin o problemin çözüləcək. Sıxıntıların gedəcək. Sən kərik gördüyün zövcən sənə ən sevimli insan olacaqsa bax. Görmək istəmədiyin insandan ayrı qala bilməyəcəksən. Asi olmayın. Asi olun. Rasulullah sallallahu aleyhi ve sellem Abdullah ibn Ömer'den hədis var, Buxarı və Müslim'də. Bir gün Muhammed sallallahu aleyhi ve sellem uzun bir düz xət çəkir. Uzun bir düz xət. Və o uzun xətin sağından başqa xətlər çəkir, solundan başqa xətlər çəkir. Və deyir ki, bu ortadakı uzun xət Allahın sırat-ı müstəqimidir, düz yoludur. Yanındakı, sağındakı və solundakı da yollardır. O yolların başının hamısında şeytanlar durur və sizləri ora çəkmək istəyir, ora dəvət edir. Sonra Rasulullah bu ayəti oxuyur. وَأَنَّ هَذَا صِرَاطِ مُسْتَقِيمًا فَاتَّبِعُوا وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ. Budur Allahın müstəqim düz yolu, kitab və sünnə. Başqa yollara bölünməyin, parçalanarsınız. Görmədiyiniz, ən qəddar və ən rəhimsiz, ən şəfqətsiz və ən hiləkar düşmənimiz iblis və onun ordusudur. İnnə şeytanə ləkum aduvun fəttəxiduhu aduvva. Həqiqətən şeytan sizin düşməninizdir və onu düşmən olaraq görün. Lə təttəbi'u xuduvati şeytan. Şeytanın arxası ilə, adımları ilə getməyin. İnsanı asiliyə salan nədir, qardaşlar? Nədir? Şeytan. Nədir insanın nəfsinin istədiyi? Nədir insanın fasıq olan, dinsiz olan, imansız olan dostları? Buna elm əhli deyirlər ki, daxili düşmən və xarici düşmən. Daxili düşmən insanın nəfsi və şeytandır. Xarici düşmən isə fasıq və qeyri-müsəlman olan dostlardır. Bunların hamısı insanı zəlalət yollarına çəkir aparır. Bu qadına da aiddir, kişiyə də aiddir o. Allah Azza və Cəllə A'raf surasında baxın. Şeytanla, iblislə Allahın arasında olan diyalogu Allah Azza və Cəllə A'raf surasında anlatır. Qalə Rabbi anzirni ilə yevmi yub'athun qalə innəkə minəl munzarin. İblis deyir ki, ya Rabbi mənə möhlət verir. Qiyamət gününə kimi. Allah Azza və Cəllə deyir ki, sən möhlət verilənlərdənsən. Qalə fəbimə əğvəytəni ləəqudənə ləhum sıratıqəl müstəqim. Ya Rabbi, sən məni lənətlədiyin üçün deyil, haqq yoldan məni, yəni qəzəbə düşər olduğum üçün mən də sənin qullarını azdıracağım. Necə azdıracağını, planını da deyir, qardaşlar. ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Diqqətlə buna baxsın. Baxın, bu ayəni başa düşməyə çalışın, aziz qardaşlarım. İblis deyir ki, ya Rabbi,
mən insanları saptırmağım üçün, onları şirkə, küfrə, bidətə, böyük günahlara salmağım üçün, mən necə ki sənin qəzəbinə düçar olmuşam, onları da sənin qəzəbinə düçar etməyim üçün önlərindən gələcəm, aldıracam. Qarşılarından gəlib aldıracam onları. Bu zəlalətə salacam. Əgər bacarmasam, arxalarından gələcəm. Əl çəkməyəcəm. Bacarmasam, sağlarından gələcəm. Bacarmasam, sollarından gələcəm. Qulların çoxunu naşükür olaraq görəcəksən. Düşmən hər tərəfdən hücum edir. Düşmənin bu hiləsindən, bu hücumundan Allah'a sığınmaqla, pənah aparmaqla, Allah Azze ve Celle qayıtmaqla, Quranla, sünnəni həyatda düstur etməklə qurtarmaq mümkündür. Asi olmağın üçün, vəhşəti yaşamağın üçün, həyatda kədər, qüssə çəkin, şeytan hər tərəfdən sənə hücum edir ki, asi olasan. Çalışın, asilik etməyin. Həmçin asiliyin, qardaşlar, ən böyük təhlükələrindən biri nədir? Asi insanın başında, beynində dayanmaq baş verir. İnsanın yaddaşı pozulur. Hafizəsini insanlar itirir. Bugün bəzi qardaşlar var. Deyirlər ki, Quran əzbərləyə bilmirik. Bir ayəni bir gün axşamı kimi oxuyur, əzbərləyə bilmirik. Hədisi əzbərləyə bilmirik. Nəsihət olunur, dediyiniz zikirləri yadda saxlaya bilmirik. Bu şeyi götürüb bura qoyuruq, yadımızdan çıxıb gedib başqa yerdə axtarırıq. Səbəbi bilirsiniz nə qardaşlar? Asilik və günahlar. İmam-ı Şafii rahmehullah, Muhammed ibn İdris, İmam-ı Şafii. 4 məzhabin imamlarından biri. Tarix alimləri deyir ki, əsrində onun qədər hifzi iti olan heç kəs olmur. Kitabı açıb, baxın, 2 səhifəlidir. Kitabı belə açıb oxumazdı. Çünki bu səhifədən gözü bu səhifəyə sataşsa oranı da əzbərləyirdi. Bir tərəfini ağ vərək qoyurdu ki, o tərəfə keçməsin. Məkkədən Mədinəyə gəlir, İmam Malikin tələbəsi olur. 9 gün Muvatta kitabını əzbərləyir isnadı ilə. 10 mindən çox hədis isnadı ilə. O qayıdır. Şeyxi kim olur? İmam-ül Vaki. Vaki ibn Cərrah. İmam-ı Şafii rahmanullah evindən çıxır, Vaki ibn Cərrahın evinə gelir. Ortada bir balaca bazar var. Bir yol, sağında solunda tükanlar. Oradan keçərkən, yoldan keçərkən gözü, baldırı, qılçası açılmış bir qadının ayağını görür. Bir qadının ayağına baxır. Ayağına baxır qadının. Və keçir gedir bazarda. Səhərdən axşamı kimi heç nəzbər verilmir. Heç nə. Və şeir yazır. Şəkəvtu ilə vakiin su'a hifzi fəərşədəni ilə tərkil maasi fəəxbarəni biənnə ilməllahi nurun və nurullahi la yuqda li asi. Şeyxim vakiə hifzin zəifliyindən şikayət etdim. O da mənə tövsiyə etdi ki, asilikləri tərk eləyim. Və mənə xəbər verdi ki, elm Allahın nurudur. Allah nurunu asi insanlara vermir. Ona görə qardaşlar, dərdi edən, endirən Rabbimiz dərmanını da endirir. Həyatda sirlər var, onu kitabla, sünnədə tapa bilirsən. Həyatda bağlı qıfıllar var, haçarlarını kitabla, sünnədə tapa bilirsən. Mən əminəm ki, bugün sorursam, bir çoxlarınız qalxıb deyəcəksiniz, bəli, mənim başımda da var unutqanlıq. Mənim hifzim də zəifdir. Ona görə tövbə elə. Asi olma. Günahı küçümsəmə. Rabbinə qayıt, tövbəni çoxalt. Hər gün hifzin daha da güclü olduğunu görəcəksən. Asilik insanın qəlbində olan həyanı qaldırır. İnsan nə qədər asi olsa, o qədər insanda həyasızlıq baş verir. Ona görə subhanallah. Bəzi insan növləri var, qardaşlar, elə hərəkətlər edirlər, elə davranışlar edirlər.
zərrə qədər qəlbində həya olan adam utanır onlara baxıb. Qınamayın. Çünki asilikdən qəlbləri möhürlənir. İdələm təstəhi fasna məşitə. Rasulullah deyir, əgər sən utanmırsansa, sən hər şey edə bilərsən. Ona görə insanın qəlbindən asilikdən hər şey edirsə bir adam, həya qalıqmış olur.